Salam, hər vaxtınız xeyir olsun. Neçə vaxtdır trendlərdən düşməyən sponful reseptini mən də hazırlamaq istədim. Çox dadlı alınan bu resepti incə detallarına qədər sizinlə də paylaşmaq istədim. Əvvəlcə kremini hazırlayaq. Qalın bir qazana 1 stəkan şəkər tozu, ağının sarısından ayırdığım 2 yumurtanın sarısı, 2 yemək qaşığı un və 3 yemək qaşığı qarğıdalı nişastası əlavə etdim. Miqdarı videoda göründüyünüz kimi olsun, qaşığı çox təpələmə doldurmayın. Üzərinə 1 stəkan süd əlavə edib çırpıcı ilə un tamamilə həll olub topak halında qalmayana qədər qarışdırıram. Südü bir dəfəlik əlavə etmirəm ki, o şəkildə qarışdıranda daha çox topak halında qalmalar olur. Təkrardan üzərinə 3 stəkan süd əlavə etdim. Ümumilikdə 4 stəkan süddən istifadə etdim. Qarışdırıb ocağa yerləşdirəcəm. Orta odda dayanmadan qarışdırmaqla qatılaşana qədər bişirəcəm. Bu şəkildə olduqda artıq daha sürətli qarışdırmaq lazımdır, tez qatılaşır. Qaynara düşəndən sonra 30 saniyə daha qaynadıb ocaqdan götürəcəm. Daha tez soyması üçün əlavə bir şüşə qaba boşaldıb üzərini streçləyib otaq temperaturunda soyması üçün gözləyəcəm. İstərsəniz soyuducuda da soyuda bilərsiniz. Alt təbəqəsini hazırlamaq üçün bu şəkildə hazır kekslərdən istifadə edəcəm. İstərsəniz evdə keks hazırlayıb alt təbəqəsini istifadə edə bilərsiniz. Keksi istər çəngəllə, istərsə də əlinizlə əzə bilərsiniz. Qeyd edim ki, bəzi videolarda bir dənə keksdən istifadə edilir, amma bu mənim üçün çox az oldu. Dadının daha yaxşı hiss olunması üçün 2 ədəd mənə görə tam yetərli oldu. Əlimlə üzərini səliqəyə saldım. Kremim ilıq şəkildədir, çox isti deyil. Vaxtınız varsa tam soyuda bilərsiniz. Üzərinə dükanlarda satılan bu şəkildə qaymaqdan əlavə edəcəm. Belə paketdəki qaymağın miqdarı 200 qramdır. Üzərinə qaymağı əlavə edib mikser ilə tamamilə həll olana qədər qarışdırıram. Bir qədər sıyıq forma alacaq. Formasını da sizə göstərim. Bu şəkildə olmalıdır. Əvəzində çox qarışdırmamaq şərti ilə 33%lik qaymaqdan da istifadə edə bilərsiniz. Kremin sıyıqlığını göstərim. Belə bir formada olacaq. Hazırladığım keksin üzərinə kremin hamısını çəkib üzərini səliqə ilə salıram. Onu deyim ki, mən sponfulun kremini çox axıntılı sevmirəm. Ona görə 4 stəkan süddən istifadə etdim. Bu reseptlə həm də bölərək paylanması çox daha rahat olur. Üzərini spatula ilə düzləşdirdim. Daha sonra üstü üçün şokolad hazırlayacağım. Üzəri üçün mən 160 qram plitka şokoladından istifadə edəcəm. Əvəzində damla şokoladı da olar. Şokoladı gördüyünüz şəkildə xırdalayıb üzərinə 2 dolu yemək qaşığı qaymaqdan əlavə edirəm. Eyni göstərdiyim qaymaqdan istifadə etdim. Siz üzərinin şokoladının daha axıntılı olmasını istərsəniz qaymağın miqdarını 2 yemək qaşığı daha artıra bilərsiniz və ya bol şokoladlı sevirsinizsə şokoladın miqdarını da çoxaltmaq olar. Gördüyünüz kimi qaymaq və şokolad əridi. Şokoladın əriməsinə ehtiyat edirsinizsə benmari üsulu ilə də, yəni su buxarında əridərək də istifadə etmək olar. Şokoladın hamısını hazır olan kremin üzərinə töküb hər tərəfinə spatula ilə yaydım. Şokolad axıntılı olmadığı üçün o qədər də hamar olmayacaq. Dediyim kimi, hamar olması üçün qaymağın miqdarını artırmaq lazımdır. Otaq temperaturunda 2 saat gözlədəndən sonra üzərinə rəndələdiyim şokoladdan da bir qədər səpdim. Üzərini istədiyiniz kimi zövqə görə bəzəyə bilərsiniz. Budur, artıq hazırda süfrəyə vermək olar, amma sizə məsləhət edərdim ki, ən az 6 saat soyuducuda saxlayın. O qədər ləzzətli olur ki, eyni resept olduğuna inanmayacaqsınız. Doğrudan da soyuducudan çıxdığı vaxt çox-çox dadlı olur. Əsl yay aylarında hazırlansa bir reseptdir. Bu qədər dəyərli izləyicilər, videonu bəyənib, paylaşıb dostlarınıza məsləhət etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, Allaha əmanət olun.